var. Ağabeyinin olasın atasıydı. Sözü yemedim. Mənə elə sürüblər. Allah. Ev dağıtmaq asan deyil. Ev dağıtırdılar, bəli. Boşanmağa getdik. Heç vaxt iyimizi dağıtırdılar, bacısı. Bir dəfə olan adını çəkirəm. Qardaş eləyirəm, xeyr. Özüm adını deyir. Deyim, mən anama hörmət eləyirəm, Nare. Ne o işləmirəm ki. Çaresiz kalmışam, bir cumanım yok. Akşamın xeyir olsun. Yaşamı söylüyor, olmadım da. Hayırcın işləmirsən? Ne Allah şəfa versin. Allah deyir şəfa versin. Allah kömək olsun. Çox sağ olun. Bayaq gördüdə 900'e yaxın adam var idi, müharibələr. Nə müharibəsi? Kim idi o müharibədə olan? Əl çəkmir, ay qardaş əl çəkmir də bu arvad bizdən. Nə deyir? Nə olur ki? Əl çəkmir də. Git kaçka yığ. Hə, deyir ki, dişirsən, çox sağ ol. Deyir ki, aslan Nicarla oynayır, deyir mənə blok atanı belə-belə. Ay arad, əl çəkdə, əl çəkdə. Qocavandılar, qoy yaşasınlar da. Məndən də əl çəkmir. Biz ATV-yə çıxaq dərdimizi deyək, ay qardaş, olmadı ki bu. Nə deyir, oynama? Oynamasın. Mən kimsə blok atır, mən aslanı görə bilmirəm, yeyə bilmirəm. Ağla, aslan ailə qurur, əl çək, o yaşatır. Birincisi pis oldu, ikincisi pis oldu, üçüncü abla əl çəkdə. Oğlu saya gedir, bütün Azərbaycan gülür axı buna. Bəs də yığış da arvad özüvə. Nə istəyirsən? Qısqanır da, qısqanır. O yaşasınlar da, o boyda rəhbərlik onunla bacarmadı, Qurana and olsun. Deyir, mən ailə dağıdmamışam ki, deyir, canlıda bayaq uşaqlar deyir ki, aslan deyir ki, anam dağıdıb. Əlbəttə ki, anası dağıdıb evi. Kim istəyir yuvasından olardı? Mənə lazımdır. Ümumiyyətlə o qısqanır, ona görə. Qız adı hamı da ana var da. Bugün qonaq çağırmışlar. O anıya canım qurbanı. Qurana and olsun. Ana deyim sizə. Hər ana ola bilməz. Deyir, mən elə gəlinimlə dalaşıram ki, ged oğlumun yanına. Nə bilməyim. Onun da xəssiyyəti odur. Da, xarakteri odur. Ona görə oğlunu itirdi. Mən dedim Ceyran, bir gün oğlunu itirəcəksən. Zahir müəllim də dedi. Bir gün Aygün də gedəcək. Bir gün Aslan da gedəcək. Gördün? Yenə sevdiyə mühtacdır. Mən sevdiyə. Kino var, Sevda sənə mühtacam. Hardasan, ay Sevda. Mən anama eləmədiklərimi onu eləmişəm. ATV hamısı özü bilir, izləyicilərin çoxsu bilir. Yeməyi, içməyi, çinməyi, geyməyi, səliqəsi, səhmanı oturdana bir yerdə. Əlini qoymurdum ağdan qarıya vursun. İndi qalıb evdə təkdir, darıxıb, ümumiyyətlə... Onda o qalıb onun qapısında. Dilvi dinsağa ki, oğlun yanında otur da. Sənə lazımdır onun qapısı. Bir boşqa yemək qoyurlar qabağa, ye, otur bir qıraqda. Hamımızda ana var da, bizdə də gəlin var da. Allah'ın olsun, heç bir problemləri yoxdur. Bir-birlərini yola verib yaşayırlar da. Hamı da gəlir. Axır əvvəl ümumiyyətlə o razılaşacaq, hər şeylə razılaşacaq. Axır əvvəl razılaşacaq. Amma razılaşmayıb neyəcək? Oğlu qəbul edib. Ağzına da razılaşmasın. Deyirlər ki, Ceyran səni saxlayıb. Apardı 15 gün, 20 gün saxladı. Borcudur məni saxlamağa. Nəyə görə? Evimi dağdan oğlum. İndi də gedib yuxarı başda otura bilərəm mən Sabravadda. Haqqım var. Ona görə ki, o dağıdıb mənim evimi.
Nə dedi ki, ay gün dağıtdı. Deyirəm, qarışma, işlərinə qarışma. Cavan ailədir, qarışma. Gedirsən, bilməz. Lav, çay, çor. Otur bir kücdə. Yeməkdir, çayındır, çörəyindir verəcəklər sənə. Sənə nə lazımdır? Yeməyin, içməyin, ot bir qıraqda da. Bilirsən ki, rayonda şəraitin yoxdur. Otur dana bir yerdə. Sən niyə qan axtarırsan ki? Mənə deyir, oğlumu əlimdən aldılar. Gör bunun başı çatır. Sənin oğlu kim aldı kimin əlindən? Yavaş, başım ağrıdı benim. Ay gün söhbəti bağlı, neyəsən? Lazımdır sən. Yox, mən heç vaxt halallıq vermərəm. Mən nə qədər varam, deyirəm, dağlarda deyəcəm. Ay xanım, bəs elə bir sən onun qaynanası olmuşsan, Vay dədəm vay ya. Nə olur ki? Elə bir ki, elə bir o səhər gəlib, onun oğluna gedin sən. Çəkdim məndə. Elə bir sənin oğlu o gedib, elə şey olur. Kim? Elə bir ki, sən qaynanan olmuşsan, o da sənin gəlinin olur. Sən halallığı verir. Ay Allah, ceylan gəlib. Gel qura haqqı, deyir məni qoş. Qoş. Qoşa bilmərəm. Qoş da. Sen Allah. Çatma Resulü Allah'a. Nə zıqqıldadırsan az orada? O qədər dedin, Ozan müəllim, Ozan müəllimdir. Yazıq